Prezident İlham Əliyev Roma Papası 14-cü Leo həzrətlərinə təbrik məktubu göndərib. Məktubda deyilir: Zati müqəddəsləri, Roma Papası seçilməyiniz münasibəti ilə sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Azərbaycan ilə müqəddəs taxtac arasında münasibətlərin hazırki səviyyəsi səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz müqəddəs taxtac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Çox əsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini, mənəvi və etnik mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə müqəddəs taxtac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir. Sizə möhkəm can sağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm.